İsim, cisim, nəsil, fəsil, qəbir, qədir, sətir, səbir. Səbir, yoxsa səbir? Bütün bu sözlər ərəb mənşəli sözlərdir və bizim orfoqrafiya qaydalarımızda da bu haqda xüsusi bir bənd var. 2.5 bəndi. Orada deyilir ki, bu cür sözlər mənbə dildə, yəni ərəb dilində bir saitlə yazılır. Azərbaycan dilinə keçdikdə isə iki qrupa bölünür. 2 saitli olanlar, sizin indi sadaladığınız və 1 saitlə yazılanlar. Əmr, həbs, nəbs, sehr, rəsm və s. Bu sözlərin hər birinin 2 saitlə, yoxsa 1 saitlə yazıldığını bilmək lazımdır və 2 saitlə yazılan sözlərdə də bir prosesi bilmək lazımdır. Həmin sözlərə saitlə başlayan şəkilçi artıranda ikinci sait yazılmır. Səbir, səbrim, səbrə, səbri və s. Şəkil, şəklə, şəklim, şəkli və s. Dilimizi sevək və sevdirək.